repetitorluqla məşğul olan müəllimlər sertifikasiya imtahanına cəlb olunmalıdırmı, olunmamalıdırmı? Yoxsa bu mümkün deyil. Nəticəsi necə olar? Bəli. Baxaq. Biz nə bilək ki, bu adam doğrudan da repetitorluğu bacarır. Bunun üçün bunu təsdiqləyən sənəd olması gərəkir. Akademiyanın bağında tələbələr dərsdən çıxıb gəlirlər. Onlar axşama qədər burada top oynayırlar, voleybol. O hardan təhsilə malik olacaq? Repetitor nəyə lazımdır? Kimə lazımdır? Bəs görəsən təhsil ekspertləri bu barədə nə düşünür? Çünki hazırda ölkəmizdə repetitorlar heç bir şəkildə qeydiyyatda deyillər. Bugün texniki baxımdan biz hər hansı müəyyən qədər biliyi olan müəllimi, özü üçün repetitorluq ilə müəllimi biz gətirib deyə bilərik ki, sən mütləq sertifikasiya verilməlisən. Dünyanın heç bir ölkəsində belə bir hal yoxdur ki, kimsə müstəqil olaraq dərs keçirsə və onu biz sertifikasiya eləyək. Hansı əsaslarla? Biz onu hansı arqumentə görə biz onu sertifikasiyaya cəlb eləyəcəyik? Yəni çünki burada əsaslar yoxdur. Bugün təhsil repetitorun çiyinlərindədir. Əgər bugün repetitorluq institutu, orta məktəb institutu düzəlməyincə bərbad olunarsa, təbii ki, təhsil nəticəsi bərbad olunacaq. Yəni qəbul nəticəsi aşağı düşəcək. Məsələyə başqa həll yolu da təklif edilir. Belə bir şey ola bilər ki, məsələn, Azərbaycanda mərkəzləşmiş bir imtahan mərkəzi var, Dövlət İmtahan Mərkəzi. Ola bilər ki, Dövlət İmtahan Mərkəzi sırf bu sayədə bir növ özü mütəxəssis hesab etmək istəyən şəxslər üçün, yəni bu adına mütəxəssis adından müəyyən qədər pullu şəkildə, yəni şəxs ödənişini edəsin, özünü daha çox belə deyək də repetitor, təsdiqlənmiş repetitor kimi göstərmək üçün imtahandan keçir. Amma bu da prosesin tam olaraq həlli demək deyil. Yəni məsələn bu könüllü olacaq təbii ki.